Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova. Bugün sizləri tanış etmək istəyirəm. 25 iyun 2026-cı ildə ibtidai ixtisası üzərindən təşkil olunan sertifikasiya imtahanının Azərbaycan dili fənni üzərindən izah ilə sizləri tanış etmək istəyirəm. İzaha başlamadan öncə bildirmək istəyirəm ki, suallar məhz müəllimlərin bizə çatdırdığı qədəri ilə sizlərə çatdırılır. Yəni demirəm ki, bir müəllim nə deyibsə onu edirik. Ən azı 10 müəllimin dilindən çıxan cümlələri birləşdirib bir məntiqli cümlə kimi ortaya qoyuruq və deyirik ki, bəli, imtahanda bu sual tipi düşüb. Yəni nöqtəsinə qədər eyni şeyi gözləmin, amma ən azı 90% ehtimalla söhbət eyni tipdən gedir. Bunu belə bilin. Əlavə olaraq da bu sadəcə indiki izahın qrammatik suallara, yəni dil qaydalarına aid olan suallardır. Mətnlərdə izah olunacaq. Əlavə bir linklə sizə göndəriləcək. Bundan da əlavə bildirmək istəyirəm ki, bildiyiniz kimi əməli yazım nümunələri, hansı ki ərizədir, izahatdır, demək olar ki, imtahana düşmür. Yəni çox nadir hallarda imtahana düşür, amma bugün düşüb sertifikasiyaya. Və bunu da mən sizə bildirim ki, bir dəqiqə. Bəli, bizim iyun dərs gedişatımız var. Hər nə qədərdir bu mövzu çox da sevilməsə belə, şəxsən mən tərəfindən də çox da hər dəfə keçdiyim, bütün sınavların içərisinə saldığım sual tipləri deyil. Hər nə qədər də az istifadə olunsa belə, biz yenə də bu mövzular üçün baxın vaxt ayırmışıq. 30 iyun keçiriləcək qruplarımıza, ödənişli qruplara ədəbi dilin normaları, əməli yazı nümunələri. Yenə deyirəm, sizə demirəm düşəcək, miqlərə düşəcək, öyrənin demirəm. Mən yenə də sizi məcbur etmirəm. Çərçivədə varsa, keçməyi özümə borc bilirəm. Düşərsə 100% xeyir. 100% deyə bir şey yoxdur bu mövzularda. İndi yenə estafeti sənə ötürürəm. İstər öyrənərsən, istər öyrənmərsən, mən keçmiş olacağım. Baxın, bilə-bilə 30 iyuna salmışam. Niyə? Niyə 30 iyundadır? Çünki elə mövzulardandır ki, istər normal, istər əməli yazı nümunələri əzbər tələb edir. O səbəbdən də ən sonlarda bunu siz ilin əvvəlində birinci mövzu kimi, 5-ci mövzu kimi keçməyə ehtiyacınız yoxdur. Demək olar ki, yaz aylarına qədər bütün qruplarımızda keçirilib, canlı dərs olaraq, paket olaraq. İndi son qruplarda mən hər zaman bunun arxasına dayanıram ki, bildirmişəm ki, demək olar ki, imtahana düşmür. Bugün düşübsə, indi sadəcə sən də bunu bil ki, bir müəllim mütləq şəkildə bilməlidir yox, başına gəlir ki, ərizə yazmalıdır, izahat yazmalıdır. Elə bir müəllim ola bilməz ki, bu dəqiqə müəllimdir, amma indiyə qədər izahat və ərizə yazan və yaxud da yazdıran görməyib. Ona görə də siz əməli yazı nümunəsi imtahana düşüb deyəndə xaos yaratmayın. Düşüb, amma bir bax gör hansı tərzdə, hansı formada düşüb. Sənin, mənim bildiyim, tanıdığım mı düşüb, yoxsa qeyri-adi sxem, uyğunluq mu düşüb? Ona görə yenə deyirəm, əziz miqlər, panikaya düşməyin. Sertifikasiya düşübsə o demək deyil sizə düşəcək. Bu bir. Amma mən yenə keçirəm, çünki hər zaman deyirəm, çərçivədə varsa, narazı da qalsaq keçməliyik, razı da qalsaq keçməliyik. Sadəcə mənim ürəyimdən tikan çıxarası bir mövzu deyil. Keçirəm, məcburiyyətdən keçirəm. Şəxsən bu mövzuları məcburiyyətdən keçirəm və hər zaman da bildirdiyim bir nümunə var ki, cümlə var ki, hər bir müəllim heç olmasa ərizəni, izahatı bilməlidir və təsadüfdən də düşmür. Düşsə belə izahatla ərizə düşmüş olur. İnşallah ki, bir daha deyirəm, bu gedişat, bu bizim iyun gedişatı bugün bir saat əvvəl tərtib olunmayıb. Bir ay əvvəldən qrupa göndərilib. Baxın, 1 iyundan etibarən. O səbəbdən də elə düşünmə ki, keçməyəcəksən. Keçəcəksən, amma mən şəxsən qarantiya verə bilmirəm ki, miqə bu suallar düşəcək yoxsa yox. Yəni bir müdavimin özünü yormağa ehtiyacı olacaq, yoxsa olmayacaq. Aha, indi vaxt itirməyək. Başlayaq imtahan suallarına. Hansı sözün antonimi yoxdur? Oturmaq, durmaq, müxtəsər, məsələn, geniş, yuxarı-aşağı, müharibə, sülh. Amma ot sözünün antonimi yoxdur. Cavabımız oldu B variantı. Baxın, hansı əməli yazı nümunəsi mütləq müraciət edən şəxsin özü tərəfindən yazılmalıdır? Müraciəti edirəmsə, ya mən izahat yazıram, ya da ərizə yazıram. Bax, kim tərəfindən yazıb xahiş olunur? Müraciət eləyən şəxs mütləq
Birincisi müraciətlər izahatda ərizədə var və mütləq müraciəti kim edirsə onun dəstxətti olmalıdır. O öz əlləri ilə, o öz xətti ilə yazmalıdır. Görmüsünüzmü izahat ərizə elektron versiyada yazılsın? Xeyr. Yəni biz onu klaviatura ilə yazmırıq. Bir A4 götürürük, oradan yazırıq. Cavabımız olacaq 1 və 4. Yəni bu mütləq hər bir müəllimin ən azı özünün başına gəlməsə belə, məsələn izahat yazmaq, yəni heç də inşallah nəyisə kiməsə izah etməyə məcbur qalmayasınız, amma bu bir qanundur ki, yəni izahatı yazmayan və yaxud da ətrafında yazmayan bir müəllim yoxdur. O səbəbdən müəllim bunu bilməlidir. Gələk 3-ə. Ərizədən müraciət edən şəxsin vəzifəsi kimə yazılacağı vərəyin hansı hissəsindədir? Məsələn, Şirvan şəhər Elçin İmanov adına 10 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi filankəs tərəfindən ərizə. Amma o ərizədə kimə yazdığını da yazılıb da. Məsələn, Şirvan şəhəri Elçin İmanov adına 10 saylı orta məktəbin direktoru filankəsə həmin məktəbin ibtidai sinif müəllimi filankəs tərəfindən ərizə. Yəni bu hissə dediyim parça hardan yazılır? Sağ yuxarı küncdən yazılır. Cavabımız ona görə olacaq A variantı. Baxın, sizcə özümüzü yoracaq, xaosa salacaq tiplərdirmi 2 və 3? Xeyr, ən sadə, hər kəsin bilməli olduğu məqamdır. Mən yenə də sizə, dəyərli əziz müdavimlərim, sizə keçmiş olacağım. Yenə deyirəm, proqramımızda var. Nə də olsa məcburən keçməliyəm, amma özünüzü yenə də yoracaq bir mövzu. Xüsusi türklər demiş, çaba göstərəcəyiniz bir mövzu deyil. Tərkiblər qala-qala bunların dərdini çəkməyin. Yenə öyrənin. Biz həmişə sizə deyirik ki, lap paketləri göndərək, sınavları, nə istəyirsən göndərək, amma çox da özünü bu mövzulardan yorma. Gələk 4-ə. Dəfələrlə imtahan, belə deyək, sınavlarımızda olan sual tipləri. Demişik ki, yazış tipli sözlərdə ış bir yerdədir, yazılı tipli sözlərdə ıl bir yerdədir. Əla, yazdırmaq sözü, yazdı sözü, yazışdı sözü, yazıldı sözü, yazacaq sözü. Hər birini kök şəkilçiyə ayırdıq. Görək hansılar eyni köklüdür. 1, 3, 1 də 4 variantımız A variantıdır. Ümumiyyətlə, Fidan müəllimində ən məşhur nümunələri yazmaq sözünün eyni köklü nümunələridir. Bəli, dilimiz artıq qabar olub bu cümləni, bu sözü işlətməkdən. Qonaqlıq sözü. Özdə ən son dəqiqəsinə qədər demişdim ki, qonaqlıq sözünü imtahan çox sevir. Artı bu sözü nəsə çox sevir. Yəqin ki, ürəyi açıqdır. Sualı tərtib eləyənin. Ürəyi açıqdır ki, qonaqlıq istəyir, kimsə qonaq dəvət etmək istəyir. Gəlin baxaq. Tələffüz etsək olacaq qonaqlıq. Bu formada olmuş olacaq. Variantımız olacaq B variantı. Səhvi istəyir. 3 eyni samit işlənib, biz samitlərdə tələffüzə baxırıq. Yazılışda 3 dənə samit var, amma heç vaxt samit yazılışa əsasən aparılmır. Cavab B variantı. 2 fonetik dəyişikliyi var, doğrudur. Cingiltili samitlə başlayıb karla bitir, doğrudur. 3 cingiltili, 2 dənə də kar var, doğrudur. Cingiltili səslər daha çoxdur, doğrudur. Cavabımız B variantı. Bax, dedik və düşdü. Deyirsən və düşür. Hansı qoşa samitli sözlərin tələffüzü fərqlənmir? Cavab C variantı. Bu da bizim məşhur qaydamızdır. 23-lük qaydası. 8-də K olur, hoppanmaqda P bu olur, 9-da K olur, hətta da T olur. Rəssam isə bizim tələffüzü dəyişilməyən nümunəmizdir. Şükür Allaha, bu da qarşınıza çıxdı. İmtahanda bilirsiniz niyə 60 bal yığmaq olmur, 100 bal yığmaq olmur? Çünki sizi panikaya salırlar. Deyirlər, ay aman, əməli yazı düşdü, nə edəcəm? Amma oxuyanda baxırsan ki, heç nə yoxdur bu sualda. Yəni, ad vahiməlidir. Ada aldanma. Yazıçıların sözü, bəli, yazmaqdan yazı ismi, yazı ismindən yazıçı ismi, larla ında qrammatik, 2 leksik, 2 qrammatik cavabımız olacaq 7-də A variantı. Gələk sual 8-ə. Aşağıdakı sözlərin hansında bütün fonetik hadisələr baş verir? Bu nə deməkdir? Həm səs düşsün, həm səs artsın, həm də səs dəyişsin. Cavabımız olacaq A variantı. Bu da bizim məşhur işlətdiyimiz nümunələrdəndir. Təəccüblə olacaq. Bax, səs düşdü, səs artdı
Bir dənə də səs dəyişdi variantımız olacaq A variantı. Cəsarətlə sözündə səs düşmür, nənəmdən sözündə səs düşmür, qürurla sözündə səs düşmür, zəhimli sözündə səs düşmür. Cümlələrin hansında həm qoşma, həm də bağlayıcı işlənib? Cavabımız olacaq B variantı. Qoşmamız da var, bağlayıcımız da var. Burada yalnız bağlayıcı var, yalnız qoşma var, yalnız bağlayıcı var, yalnız ədat var. Gələk ona. Ən sevdiyimiz qaydamız var. Əziz müdavimlər, bu suala baxanda akademiyamızın əjdahalarının hansı dəfələrlə dediyimiz qayda yadına düşür. Belə bir nümunə var. Yiyəlik hal üstəgəl frazem görən kimi heç tərəddüd etmədən hamısına birbaşa xəbərdir. Bax, məsələn deyirəm, onun xoşu gəlir. Belə cümlələr olsun, fərq etməz. Yiyəlik hal üstəgəl frazem görən kimi birbaşa buna gözü yumulu xəbər deməlisən. Məşhur qaydalarımızdan biridir. Heç bu qaydaları görəndə demirsiniz ki, ay da elə bildim ki, evdə oturub sınaq işləyirəm. Bəli, deyilən hər bir şeyə əməl etsəz, geriyə düşmərsiniz. Maksim Gorki demişdir. Mən həyatdakı uğurlarımı məni bugünə gətirdiyinə görə oxuduğum kitablara borcluyam. Bu formada olur. Cavabımız olacaq. Qoşa nöqtə, dırnaq, dırnaq, nöqtə. Demişik ki, dırnaq bitir, daha sonra nöqtə qoyulur. Kimsə mənim nə çəkdiyimi bilməz. Nə edər bilməz, kim bilməz, kimsə bilməz. Nəyi bilməz, mənim nə çəkdiyimi. Əla. Cavabımız mübtəda, tamamlıq və xəbər variant, C variantı. Əsasən, belə deyək də, mənə gəlib çatan suallar əsasən paylaşılan suallar idi. Bir sual da var idi, hər ehtimal o sualı belə deyək, şifahi oxumaq istəyirəm. Hansı variantda mücərrəd mənalı düzəltmə isimlər var? Variant çıxıb dinclik, sadəlik, bir də dostluq. Bəli, mücərrəd mənalı, amma düzəltmə isimlər. Cavabımız olacaq həmin variant, yəni mücərrəd mənalı düzəltmə ismi istəsəz, dinclik, sadəlik və dostluq tiplərini göstərməlisiniz. Əlavə olaraq da mətnlərdən suallar düşüb. Məsələn, amonimlər mətnin içərisində hansısa sözləri fərqləndiriblər, o tipli sual kimi düşüb. Onlar da inşallah ki, növbəti ikinci hissəli izahımızda sizlərə təqdim olunacaq. İstər mətnlərin tipləri, istərsə də amonim, istərsə də digər hansısa gözdən qaçan, çatdırılmayan, ötürülməyən suallar varsa, onlar da növbəti ikinci hissə adı altında sizlərə paylaşılacaq. İzah yararlıdırsa bəyənib paylaşmağı unutmayın. Bir də unutmayın ki, nə olur olsun, ətraf fikirləri problem etməyəcəksiniz. Ətraf fikirlər sizlərə mane olmayacaq. Belə dəyərli müəllimlər, ümid edirəm ki, izahlar yararlıdır. Yararlıdırsa bəyənib paylaşmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.